Xəstəmiz bizə mədə ağrısı şikayəti ilə müraciət edib. Eyni zamanda öskürək tutmaları da deyir olur ara sıra. Mədəsinə baxıb gördüyünüz kimi mədədə çox saylı yaraları var. Yaralar hətta qanayıb üzəri örtülübdür. Hematinlə örtülmüş yaralardır. Qanaxması olub, amma özünün heç xəbəri də yoxdur. 12 barmaq bağırsağı keçirik. 12 barmaq bağırsağında da səpkiləri var çox sayda, xoraları var, xırda-xırda xoralardır. İkinci hissə 12 barmaq bağırsağı. Burada yaralar izlənilmiş. Mədədən Helicobacter pylori mikrobunu yoxlamaq üçün test mütləq götürmək lazımdır. Çünki müalicəni planlaşdırmaq üçün Helicobacter pylorinin olub-olmadığını da nəzərə almaq lazımdır. Xəstələrdə əgər Helicobacter pylori mədə yoxlanışında yoxlanmadısa və müalicəsi verilmədisə, əgər varsa, o zaman yaralar sağala bilmir. Mədədəki yaralar tam sağalmır və təkrarlama riski daha çox olur. İndi testi götürürük. Əgər biz mədə müayinəsində yaralar aşkar ediriksə, varsa yaralar, o xəstələrə müalicədən sonra mütləq kontrol endoskopiya tövsiyə edirik. Yaraların sağaldığını görə bilək. Bəzi yaralar var, sağalmır, dirəncli yaralardır. Yəni müalicəsini qərar vermək üçün növbəti planlaşdırma aparılmalıdır müayinədən sonra. Xəstəmizdə öskürək şikayəti də var idi. Qida borusu aşağı ucunda eroziyalar görürük. Eroziyalar reflux əlaməti olaraq yaranır. Refluxda öskürək şikayətləri bildiyiniz kimi olur xəstələrdə. Bəzən bu xəstələr ağciyər həkimlərinə, pulmonoloqlara müraciət edirlər, lor həkimlərinə müraciət edirlər öskürək şikayəti ilə bağlı. Lakin səbəb heç də orada olmur. Mədə müayinəsindən də keçib səbəbi araşdırmaq mütləq lazımdır. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.